Problem yoxdur, balam, problem yoxdur. Bir dənə salondur da, açacam, işlədəcəksən, niyə ürəyini sıxırsan? Mən həmişə demişəm, yaxşı pul qazanmaq istəyirsənsə, yaxşı da pul xərcləməlisən. Sən də pul xərclənilməsi adamsan. İnsafla danışmaq lazımdır. 100% inan mənə. Dubaydakı otelin də açılışına az qal bax. Açılışı səni də aparmaq istəyirəm. Şəxsi təyyarə ilə. Olmusan heç Dubayda? Görməlisən o mənzərəni. Buludların üstü, Dubay, binalar çıxır oradan buludlardan. Möhtəşəmdir. Mənim üçün xoşbəxtlik o pulda deyil. Mənim üçün xoşbəxtlik bilirsən nədir? Afrikadakı su quyuları qazdırmışam. Bax, o quyudan çıxan su ilə su içib xoşbəxt olan uşaqlar. Nəyə desən dəyər mənim üçün. Nəyə desən dəyər. Yoxsa pul bugün var, sabah yoxdur. Mən bunu həmişə demişəm. Qazancımın yarısını uşaq evlərinə yatırdıram. Pul bugün var, sabah yoxdur. Neft quyulardır, zavodlardır, bunlar darıxdırıcıdır, baba. Mən ruhu olan şeylərə yatırım edirəm, sənin kimi. Zarafat edirəm. Sənət əsərlərinə yatırım edirəm. Şəkillərdir, musiqidir, kinodur, bunlar tarixdir. Harada qalmışdıq? Uşaq bağçaları, hə. Axırıncı dəfə 82.000 təkcə bir bağçanın təmirinə ödədim. Ağırdır, amma işləmək lazımdır. Pul gətirir. Bilirəm, indi deyəcəksiniz ki, Dubaydan, neft quyularından, təyyarədən danışan adam niyə evinə avtobusla gedir? Öz də kartındakı son pulu ilə. Haqlısınız. Amma mənim dünyamda pul yoxdursa, mütləq yaxşı bir hekayən olmalıdır. Çünki qadınlar qulaqları ilə sevir. Mən isə onlara eşitmək istədiyi ən gözəl yalanları bəstələyirəm. Xoş gəldiniz. Hə, xoş gördük. Başlayırıq ekranı tıklamağa, canlı düşsün qabağa. Çünki bugün bizi nə pekalar gözləyir. Kimin əlləri belə qalacaq, kimin başında yumurta sındıracaq bugün. Partladırıq. Aydanka, xoş gəldin. Balımsan. Nədir, başlayan kimi nə? Kim? Hə, yenə sən başladın bu. Hə, dedim onu yığışdırdı, yekə adamsan. Get normal işlə məşğul ol da. Camaat sənə baxıb gülür orada, xəbərin var. Camaat mənə gül atır, heç kim də gülmür. Mən burada pul qazanıram. Hanı o pul? Cibində bir dənə avtobusun pulu yoxdur. Sabah görüşdüyün qızlardan biri yeməkdən sonra çay içmək istəsə, qalasın məliyə-məliyə. Mənə niyə danışdırırsan axı? Dəhşət adam deyə ala bu. 5 dəqiqə canlı açıram. Burada olun, heç yerə getməyin, söz verirəm, gəl. Camaat burada mənə baxır, sən orada səsini qaldırırsan. Nə olub? Nə özünü kimə göstərirsən? Aktiv qalmaq lazımdır da. Aktiv qalmaq lazımdır ki, izləsinlər, trenddə qalasın. Mən burada brend yaradıram. Köhnə kafalısan, çox köhnə kafalısan. O TikTok nədir axı orada aktiv qalasan? Nədir də o TikTok? Nədir də sizin bu TikToker olmaq həvəsi? Bu hakim kim olsun, alim kim olsun, həkim kim olsun? Nədir axı bu? 50 yaşında sən bu işlə məşğul ol, kimə lazımsan qardaşım? Ay brat, başıfa dönmüsən, ağıllı başlı uşaqsan. Başın işləyir, divijeniyalısan. Bunu normal şeyə deyirəm sərf elə də, potensial olan bir şeyə sərf elə də, qardaşım. Sən bununla hara kimi gedəsən? Hə? Yaxşı, yaxşı, oldu. Bu çubuq o kişinin çubuğudur. Hə? O kör çubuğu da öyle. Apar o yetim evdən çıxa bilmir, 2 gündə. Apar onu ver ona. Qaytaracağım da, kino çəkib qaytaracağım. Bugün Aygünlə görüşməyəm. O yetim Aygün də bilmir ki, 40 dənə nağıl danışsan onun kimi qızlara. Dur, rədd ol, qaytar o şeyi, çubuğu. Yaxşı, qaytarıram. İndi qaytar dedim. Yaxşı. Yaxşı da qaytarıram, nə olur? Bir yol pulu veririk olmasa. Nə deyə, özün dedin də apar çubuğu qaytar. Oturmuşdum da. Mırtdır. Aygün, mən elə səni yığırdım, elə ora gəlirim. Gəlmə Cəmil. Yaxşı? Gəlmə. Lazım deyil, istəmirəm dayı gəlməyini. Əgər mən sənə zəng eləməsəydim, sən heç məni axtarmayacaqdın. Özdə
Bitti, dayı, istəmirəm, ayrılırıq. Ayrılırıq nədir ay gün? Gözləyib belə bir özəl gündə bu sözü deməyin heç yeri yoxdur. Gəlirəm. Hansı özəl gündür o? Mənim ad günüm deyil, bizim tanışdıq günümüz deyil. Yenə nə yalandan danışırsan? Ay gün telefon söhbəti öl də gəlim yerində danışarıq. Yox. Gəlmə, yaxşı? Ay, yaxşı. Mən ay gün gəlirdim mən sənə evlilik təklif eləməyə. Evlilik təklifi? Sən? Cəmil, sən indiyə qədər bir dəfə də olsun ciddi olmamısan. Nə oldu indi mən ayrılıram deyən kimi məni itirməmək üçün başladın yalan danışmağa? İnanmırsan, hə? İnanmırsan, hə? Mən əlimdə üzüklə gəlirəm orada ki, ya bunu verəcəm ay günə, oturacam dizi üstəki ay gün, mənim həyat yoldaşım olarsa, ay gün nə deyir? Yox, istəmə, gəlmirəm. Heç də, gəlmə. Gəlmirəm. Nə üzüyü? Yaxşı, gəl görüm nə deyirsən. Gəl. Bax, əgər bu dəfə də gəlməsən, ayrılırıq. Yox, ay gün, bu dəfə əsəbləşdim, üzüyü də atdım dənizə, nəyə gəlirəm? Oradan dəniz səsi gəlmir axı. Uf, yaxşı, gəl görüm nə deyirsən. Gözləyirəm ha. Yaxşı. Evlilik nədir də? Evlilik nədir də Cəmil? Evlilik nədir? Təzə şey fikirləş də, başqa şey fikirləş də. Ay Allah. Ben neylədim? Siz yaxşısınız? Yaxşıyam, Yaxşısın. narahat olma. Ay, Ay, narahat olma. ay, sizə kömək edin. Çubuğum lazım. Çubuq. Ay Allah. Çubuğum. Çubuğunuz burada. Gəlin, mən sizə kömək edeyim də. Ne olur. Çok üzülü sayın. Ben sizi görebilmedim. Yok. Buradadır, burada. Çok üzülü sayın. Ben görebilmedim sizi. Benim ağrım onsuz da hər keçən məni vurur. Yo. Öyrəşmişim. Gəlin gedib bir dənə həkimə göstərim, sizi rentgen eləyək də. Narahat olma. Siz bir də Mənim məni vicdanım- üzü yola qoyun, mən çıxıb gedəcəm. Narahat olma. Mənim vicdanım əl verməz, nə olar? Çox xahiş edirəm. Gəlin oturun. Hara desə sürərəm. Gəlin oturun. Yaxşı, onda tez bazar bir dənə məni tanıyan bir dənə tanıdığım həkimin yanına gedək. Heç olmasa tez ürəyiniz yerinə gəlmək üçün. Başqa Hara desə sürərəm. Gəlin keçin, mən sizə kömək eləyəcəm. Gəlin. maşınla vurmuşsa özə mən. Hə. Oy. Yavaş. Ay can. Alo, Vidadi, mən maşınla adam vurmuşam. Nə? Nə danışırsan? Sən harda vurmusan? Necə vurmusan? Nə olub? Vidadi, narahat olma, yanımdadır, sağ-salamatdır. Bir dənə həkimə aparıram ki, içim rahat olsun. Həkim baxsın bir dənə ona. Sən hələ utanmaz onu maşına da mindirmisən? Sən ağlın yerindədir. Vidadi, hə, yanımdadır, salamatçılıqdır, narahat olma. Ay qız, qulaq as. Heç nə olmayıbsa, düşürt maşından qoy rədd olub getsin. 5-dən 3-dən ver qutardı da. Kiminsə qabağına biz qaçacağıq. 5-dən 3-dən ver bəs salam. Vidadi, elə deyil axı. Görmə məhdudiyyəti var. Özü gedə bilməz axı. Görmə məhdudiyyəti nədir? Gördü. Vidadi, xəstəxanaya gələ bilərsən yanıma. Mən tək qalmaq istəmirəm orada. Kimsə görər, tanıyar, başa düşürsən, sonra gəl hamıya izah elə ki, kimdir, nəticədir, nəyə görə gəlmişdim. Yox. Vidadi, sağ ol da, sağ ol. Mən sənə deyirəm ki, görmə məhdudiyyəti var. Demədim ki, həm də eşitmir. Eşim, mən nə bilim, maşına minən kimi özü qoşulur da Bluetooth-a. İndi bunun yeridir. Hə, yaxşı Vidadi, yaxşı. Üzülü sən
həyat yoldaşım biraz qaraqabaqdır. Ev yox xanım, hər ailədə olur. Ev yox. Siz yaxşısınız? Əla. Yavaş. Cəmil bəy, Bəli. həkimin adı nə idi? Həkimin adı Fərid idi. Fərid doktor. Fərid çox yaxşı həkimdir. Fərid elə Biləkəmə. kimə nə olur? Hə, görürəm, istəyirəm mən. Kimə elə nə olur? Hamı Fəridin yanına gəlir, bütün dostlar, tanışlar. Ya, çox yaxşı həkimdir. Siz də Hansı? necə? Hansı otaqdadır? 8-ci otaq olmalıdır. Heç vaxt belə öz gözümlə görməmişəm. Mən də deyilənləri deyirəm, amma Biraz bu tərəf. Orada yox. Belə. Nə idi bu? Mən də gözümlə görməmişəm heç vaxt, onu deyirdim. Amma siz də o qədər pul xərclədiniz, cibimə qoydunuz, indi də bura gəlmisiniz. Xəcalət çəkirəm mən. Ay Cəmil bəy, Bəli. o 1000 manatın buna heç bir aidiyyatı yoxdur. 10.000 manat? 1000 manat, 1000. Hə, 10.000 eşitdim, hə. 1000 manatın heç bir aidiyyatı yoxdur. Baxma da kişiyik də, indi bizə yaraşmaz axı, onun üstündən belə şeylər edirik. Burada 8-ci otaq. Hara? Bura, bu tərəf. Hə. Salam həkim. Salam, Olar? salam. Olar. Keçin, buyurun Cəmil bəy. Keçin. Yavaş. Salam Fərid həkim. Keçin Cəmil bəy. Düz gəlin. Düz gəlirəm, değil mi? Oturun Cəmil bəy. Harada oturum ya? Yavaş. Həkim, bu qardaşın Cəmil bəyin qolu ağrıyır. Bir dənə onu biz müayinə eləyə bilərik, zəhmət olmasa. Nə olub? Niyə ağrıyırsınız? Cəmil bəy. Yıxılmışam həkim, qalan alınır, ölürəm. Korluğu bir hissə, göz görmür, çətinlikdir. Qalan alım həkim. Bunu bir müayinə elə həkim, qalan alım. Bir yol arasın. Yaxşı. Paltonuzu soyunun, qolunuza baxaq, görək. Sınıq, çıxıq, nəsə var, yoxsa elə belə əziydi. Bəlkə ola bilsin əməliyyat lazım oldu. Kəsiləcək, kəsilməyəcək, indi müayinədən sonra biləcəyik. Bir dəqiqə. Çox üzr istəyirəm. Həkim, vacib zəngdir, mən buna cavab verməliyəm. Hə, vidadır. Yatırsan. Nə var, nə yox? Tamam, qoy ora. Cibə. Yaxşı ki, tez qolu çatlayıb zat, nə tez elə. Cəmil, eləyə bilmərəm. Hər dəfə gəlirsən gic-gic şeylərlə. Məktəb vaxtından bax beləsən də, qaqaş sən də. Sən necə işçi adamsan? Yenə nə hoqqa verirsən, necə? Qıza deyəcəm ki, bax, heç nə yox. Rəsul, yoldayam, aparıram, Rəsul, çatıram. Sən nə nəməyə söz soruşuram səndən? Aygün, bax, həkimdəyəm. Maşı vurub çıxıb yazacam. Maşın vurub səni. Özü korluğa niyə qoymusan? Həri, tez elə də qalan olun. Sən necə aferist adamsan, ya? Ay kişi, yazmıram. Bax, qıza deyəcəm ki, heç nəyin yoxdur. Başa düşdün məni? Pul istəyirsən, Allah. Qoy zifə tez elə də. Gəl girəcək, biabır olacaq, 5 manat pul qazanmaq. Tez elə. Yazmıram. Deyəcəm ki, qıza heç nə yoxdur. Turp kimisən, başa düşdün? Yazmırsansa pulu ver bura, həkimdən çox həkim var. Yazdıracın da birinə. Cəmil, indən sonra bu qızdan nə alsan, yarısı mənimdir. Onsuz da nömrəsini də götürəcəm resept yazanda. İstədiyim vaxtda zəng eləyib deyəcəm ki, bu eşyəyin heç nəyi yoxdur. Başa düşsən, başqa. Razısınız Cəmil bəy? Həkim, necədir? Elə onu danışırıq indi. Müayinələdiniz? Yaxşısınız, Cəmil bəy? Yaxşıyam. Razısınız Cəmil bəy? Razıyıq, hə? Nə lazımsa eləyək. Neyniyək, bu cür ağır var qolumuzda. Bir təhər razılaşmalıyıq da, həkim. Məncə də düzgün seçimdir.
narahat olmayın. Əsas sağlamlıqdır. Bəli, bəli. Can sağlığı ən vacibidir. Gedək. Gedək Cəmil bəy. Durun gedək. Soldan birinci qapı. Siz yaxınlaşın, mən də gəlirəm. O qapı qardaşım. Sağ ol, çox sağ ol. O yox qardaşım, o yox, o birisi. Sağ ol. Cəmil bəy. Həkim dedi ki, qolunuz 2 aya sağalacaq. Mən sizdən çox üzr istəyirəm. 1000 dəfə üzr istəyirəm. Hayda, bilirdim bu qol sınıb, bilirdim. Sınmayıb, çatlayıb. Hədə biraz da çatlasaydı sınırdı da. Eybi yox, eybi yox. Sadəcə mənim görən gözüm də bu qolum idi. Pul qazanan da bu qolum idi, hər şeyim bu qolum idi. Mən indi nəyi niyəcəm? Cəmil bəy, mən nə lazımdırsa eləyəcəm. De ki, siz məndən narazı qalmayın. Haqqınızı halal eləyin. Sizə kim baxır? O tərəf. Mən özümə baxıram. Özümə baxıram. Deyirəm axı, mənim dayağım bu qolum idi. Mən işləyirdim, mən masajist işləyirdim. Masajist işləyirdim. İndi nə edəcəm, mən bu əllə kimi masaj edəcəm? Masajist? Bəli. Hay Allah. Mən sizin aylıq qazancınız nə qədər idisə, hamısını ödəyəcəm. Narahat olmayın. Yox, siz nə danışırsınız? Mən sizi o boyda yükün altına sala bilmərəm. Siz heç aylıq xərcini Yavaş. ödəyə bilməzsiniz. Mən bir dənə maşın götürmüşəm. 1400 manat elə kredit verirəm, maşın krediti. Maşını qardaşıma götürmüşəm, mənim üçün sürür, amma mənim masajlara aparır. Çünki mən ayda 30-60 masaja gedirəm. Hərəsi də verir 50 manat. Elə vəzifəli adamlar var ki, 500 manat verir, 300 manat verir. Mən sizə nətər bu qədər yükün altına salam, keyfsizəsiz. Yaraşar mənə, kişilikdəndir bu. Sizi də görürəm, gözəl görsək xanımsınız səsinizdən. Sizin də yəqin öz xərcləriniz var, baxıma gedirsiniz. Maşın almışsınız özünüzə, yəqin ki, əziyyətlə. Ayıbdır axı, yaraşmaz axı. Bir də üstünə mən gələm. Siz mənim xərclərimdən narahat olmayın. Bir də ki, kreditlərinizi fikirləşməyin. Yaxşı, Səma xanım, bu qədər israr edirsinizsə, mən borc xərc eləyərəm, amma nə vaxtsa ki, görsəm ki, çatdırmıram, dirənmişəm. Ora yox. Onda məcbur da, üzüm zəng eləyərəm sizə də kömək eləyərsiniz. Çox sağ olun. Əksinə Cəmil bəy, siz mənə xəbər eləməsiniz, küsərəm mən. Mən nə lazımsa onu da eləyəcəm. İndi isə gedək, sizi hara lazımsa düşürdəcəm. Gedək, heç olmasa onu eləyin. Heç olmasa onu eləyin. O tərəf yox. Harada açılır bu? Gəlirəm Cəmil bəy, gəlirəm. Gəlin. Çox sağ olun. Çox sağ olun. Gəlin. Mən örtəcəm. Narahat olmayın. Cəmil bəy, siz əminsiniz ki, sizə kömək lazım deyil. Narahat olun, mən özüm gedəcəm bulub. Mən sizi qapıya qədər ötürərdim. Yox, siz bir də mən elə... Bina haradadır təxminən? Bu tərəfdədir, elə düz istiqamətdədir. Vəsyo, mən özüm gəlirəm. Narahat olmayın, mən buranın hər daşını əzbər tanıyıram. Ağrı da belə. Gedin, narahat olun, çox əziyyət verin. Nəsə lazım olsa, mən sizə zəng edəcəm. Söz verirəm. Yaxşı Cəmil bəy. Narahat olun. Sağ olun, xəbərləşərik. Sağ olun, sağ olun, sağ olun.
Zülfiqar da, sizdə neçənci mərtəbə idi? Mən çatıram, blokdayım. Hə. Hə, şu. Qalxdım. Qalxdım. Nə oldu? Qonağı yola sala bildin? Vidadi, nə olar başlama da. Onsuz da pis olmuşam. Yazıq adam da görmür. Heç olmasa biraz vicdanın sızıldasın. Elə o vicdandandır ki, sənin hər şeyin var. Səni hər şeylə təmin eləmişəm. Sən də gedib küçədən bir kör tapıb otuzdurmusan maşınla. Bura bax, başını yerləmək bilirsən o kimdir? Sən nənəm üzümə bax, tanıyırsan onu? Bəlkə fırıldaqçıdır. Bəlkə məni istəyir elə. Vidadi, adamın qolu sındı. Özdə mənim səhvim ucbatından. Bu insanın da çörək ağacı qollarıdır. Masajist işləyir. Kreditləri var. Mən buna necə göz yumum, hə? Masajistdir. Kördür. Krediti var. Ev götürüb. Sən lap uşaq kimisən, hə? Nə qədər qopartdı səndən, hə? Nə qədər verdin ona? Ay, Vidadi, sən özün mənə 1000 manat vermədin ki, apar ver. Apardım, elə onu verdim. Bir də qolu gipsdən çıxana qədər yüngülvari köməklik eləyəcəm də. Belə görürəm, xamır çox aparacaq əzizim. Hələ sən 1-2 ayda onun ağzı ilə oynayassan. Yadında saxla. O kimdir, nəçidir, bilmirəm. Amma o nə mən o adamı bilməlidir, nə də sənin kimlə oturub durduğunu. Bildim, başa düşdüm. Narahat olma. Çox şadım. O heç nə bilməyəcək. İndi isə get. Aygünün bir işi var, onu həll eləməliyəm. Deyir, çox təcili məsələdir. Bu qız lap məni boğaza yarı böyüdükcə. Qızındır da, nazını çəkməlisən. Bir qızım olsaydı nə dərdim? De, yanında gör çıxdı. Cəmil, mən özümü bağışlaya bilmirəm. Hər şey mənə görə oldu. Əgər mən sənə o sözləri deməsəydim, sənin üstünə elə gəlməsəydim, sən elə fikirli olmayacaqdın. O maşın da səni vurmayacaqdı. Hayır. Nərsən, sən mənə deyəndə ki, ayrılıram. Dünya gözümdə qaraldı. Başım gizəlləndi. Sağıma soluma baxmadım. O qız da məni vurdu. Sürücü kör idi, görmürdü səni. Bəs nə oldu o xanıma? Niyə şikayət eləmədin? Polisi niyə çağırmadın ki? Yox da yox. Maşından düşəndə gördüm rengi zada ağarır, əlləri əsir. Yaxınlaşdı dedi, qardaş, yalvarıram, başıma dönüm, ağlaya-ağlaya dedi. İşdən çıxmışam, yorğuna, görmədiyim üzrə hesab elə, fikirliyəm. Mən dedim ki, ay bacı, gəl ki, bundan mənə nə olacaq ki? Ki, onu polisə versəydim, qolum sağalacaqdı. Əli ver. Yox, ağrıyır. Yavaş, yavaş. Həyatım, sən necə yaxşı insansan. Ürəyin necə təmizdir sənin. Başqa birisi olsaydı, dərsinə qədər üzmüşdü indi həmin adamı. Amma sən çox yaxşısan. Hə də, qismət də əsas odur. Mən sən sağ, salamat, mən sənin yanında. Bir dənə məni yandıran o üz... Yavaş, yavaş, yavaş. Tərp etmə qolunu. Bir dənə o üzüyə yandım. Həyatım üzüyü qaçmır ki. Bir dənə sağal, bir dənə özünə gəl. Ondan sonra danışarıq o barədə, yaxşı?
Ya bax sonra deyirəm ki, sonra çıxıram, başıma oyun gəlir, kino yaşayıram, inanmırsınız. O qızlar zətdə hamı yığışmışdı başıma, utandığımı bilmədim. Bahar. Ayda, atam gəldi. Gec gəldim də, normal danışa bilmədik ki. Ondan mən bir dənə hesabı deyim. Bir dəqiqə baxa bilərsiniz. Kişi ilə oturmuşsan, ayıp olur. Yaxşı onda, mən qaçım da. Hə də sən qaç şey deyərəm. Nə yaxşı. Özüm bir təhər ödəyərəm. Özündən müğayət ol, yaxşı? Narahat olma. Səni sevirəm. Danışarıq, yaxşı? Mən də səndə, mən də. Get, Hələ, atan. sağ ol. Hesabı bilən biliriz. Necəsən ata? Yaxşı. Sən necəsən? Yaxşı, çox sağ ol. Nə olub yenə? Heç nə. Gedək. Gedək. Gedək deyirsən. Ata, onu deyirdim. O bir dənə mağaza var idi. Həmişə alış-veriş elədim. Vicdan mənim üçün bu sadəcə imkansızların özünə təsəlli vermək üçün uydurduğu bir nağıldır. Bilirəm, indi çoxunuz düşünürsünüz ki, Cəmil islah olunmaz bir fırıldaqçıdır. Bəlkə də. Amma gəlin etiraf edək. Həqiqətin acı dadındansa, yalanın şirinliyinə sığınmaq hamımızın xoşuna gəlir. Elə düşünün ki, həyat bir qumar masasıdır. Hər kəs də son ana qədər udacağına ümid edir. Mən isə sadəcə bu ümidi idarə eləməyi seçmişəm. Və unutmayın, oyun davam edirsə, mənim səhnəmdə pərdələr hələ indi açılır. Çətindir bağırmaq bu qədər səs-küyün içində. Gərəkdir hər bir şeyə təqdimat və fərqli biçimdə. O qədər sadədir hər şey, o qədər gözdən düşmüş sözləri, sətirləri çıxmadan boğuram içimdə. Kürəyi balta yeməyən bilməz ki, bel ağrısın. Yalana tuş gəlməyən bilməz ki, yel ağrısın. Nə qədər mən sevənik biz, nə qədər məndən uzaq. Mənə nə ağrımıram, ağrısa el ağrısın. Küləklər sovurdu qorxunu, artıq yoxdur qorxaq. Qəribədir amma ki, səsi də yoxdur heç kəsin. Pərdələrin